Salam 8-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə 8-ci sinif dərsindən həzm sistemi ilə əlaqəli, deməli, həzm kanalının mədə şöbəsi haqqında məlumat verəcəm. Keçən dərs ağız boşluğunda həzmdən danışdıq. Bu dəfə isə mədədə həzmdən danışacağıq. Gələn dərsimizdə artıq bağırsaqda həzm izahı olacaq. Deməli, bizə mədə ilə bağlı vacib olan məlumatlar dərsliyimizin mövzusunun əvvəlində də var, orta hissəsində də var. Yəni, hər bir hissədə olduğuna görə mən onları ümumiləşdirib bir videonun içərisinə yerləşdirmişəm. Yəni, bu qeydlərin hamısı dərsliyimizdəndir. Dərslikdən kənar heç bir şey yoxdur. Mədəmiz, baxın, bu mədədir. Harada yerləşir? Mədə yerləşir qarın boşluğunda sol tərəfdə. Sol tərəfdə mədə yerləşir, sağ tərəfdə isə qaraciyər yerləşir. Hər ikisi də deməli qarın boşluğunda yerləşir. Mədənin altında da mədə altı vəz yerləşir ki, bunun haqqında gələn dərs məlumat verəcəyik. Mədə haqqında dərsin mövzumuzun əvvəlində nə deyir? Deyir ki, qəbul etdiyimiz qida həzm sisteminin orqanlarından müxtəlif sürətlə keçir. Yəni, bütün orqanlarda həzm sistemi eyni vaxtda getmir. Məsələn, qida maddələri qida borusundan 7-9 saniyə ərzində keçərək mədəyə düşür. Mədədə isə həzm prosesi 4-8 saat davam edə bilər. Yəni, orada qalır, yavaş-yavaş həzm şirələri ilə qarışır, mədə şirələri ilə qarışır, mədənin əzəlləri onu deməli həll etməyə çalışır, qarışdırmağa çalışır. Ona görə də mədədə qida nə qədər ola bilər, nə qədər qala bilər, həzm prosesi nə qədər davam edə bilər soruşulsa 4-8 saat davam edə bilər deyirik. Mədənin quruluşuna baxaq. Baxın, bu mədədir. Mədə dedik ki, yerləşdi deməli qarın boşluğunun sol tərəfində və mədənin üzəri, baxın, birləşdirici toxuma qatından təşkil olunmuşdur. Orta qatında da əzələli qışa yerləşir. Mədə əzələli orqandır. Burada əzələlər yığılıb boşaldıqca mədədə olan qidanın mədə şirəsi ilə qarışmasını təmin edəcəkdir. Eləcə də selikli qışa var ki, buradan da mədə şirələri ifraz olunur. Dərsimizdəki cümlələrlə bir-bir tanış olaq. Deməli, mədə həzm kanalının genişlənmiş hissəsi olub, qarın boşluğunun sol tərəfində yerləşir və həzm kanalının hansı hissələri arasında yerləşir soruşsa, qida borusundan sonra mədə gəlir. Mədədən sonra isə nazik bağırsağın ilk şöbəsi olan 12 barmaq bağırsaq yerləşir. Yəni, mədə qida borusu ilə nazik bağırsaq arasında və yaxud da qida borusu ilə nazik bağırsağın birinci şöbəsi olan 12 barmaq bağırsaq arasında yerləşir. Onun daxilini qatını əmələ gətirən selikli qışası, baxın bu selikli qışasıdır, görürsünüz buranı, büküşlüdür, çoxlu sayda vəzlərə malikdir. Görürük büküşlü olduğunu, deməli büküşlü olan hissəsi haradır? Selikli qışadır. Selikli qışa hardadır? Mədənin daxili qatındadır. Baxın, üstü birləşdirici, ortası əzələ, daxili isə büküşlü selikli qışadır. Yetkin insanın mədəsi adətən 1,5 litr qida kütləsi tutur. Yəni, mədənin tutumu nə qədərdir deyə soruşsaq, deyərik ki, 1,5 litrə qədər deməli, tuta bilər. Amma uşaqlar, bu yəni konkret bir rəqəm deyil, ortalama bir rəqəmdir yetkin insan üçün və hər bir insanın əslində yediyi qidadan da asılı olaraq, çəkisindən də asılı olaraq bu tutum artıq və yaxud da azala bilər. Mədə hüceyrələrin ifraz etdiyi şirə sayəsində həzm olunan zülallar kiçik birləşmələrə parçalanır. Yadımıza gəlirsə, keçən dərsimizdə biz həzm deməli fermentlərini qruplaşdırmışdıq ki, zülalları parçalayan fermentlər, həzmə uğradan fermentlər, yağları, karbohidratları. Zülalları həzmə uğradan fermentləri də həm mədədə, həm də nazik bağırsaqda demişdik. Burada da yenə onu qeyd edirik. Gəldik indi mədənin daxili hissəsi və onun tərkibində olan həmin o fermentlər haqqında məlumat verməyə. Yenə həzm kanalına baxırıq. Ağız suyunun tərkibi keçən dərs keçmişdik. Hansı fermentlər idi? Lizasim, amilaza, maltaza. Amilaza ilə maltaza karbohidratların sintezində iştirak edirdi. Lizasim isə həm yaraların sağalmasında iştirak edirdi, həm də deməli ağıza düşmüş mikrobları məhv etmə xüsusiyyətinə malik idi.
Mədədə də fermentlər var. Hansılardır? Pepsin, ximozin, lipaza. Bunlar da fermentlərdir. Bir indi bu fermentlər haqqında məlumat alacağıq ki, hansı maddələri kimyəvi həzmə uğradır. Yəni, mürəkkəb maddələri daha sadə maddələrə qədər parçalayır. Həmçinin mədənin divarında H-xlor, yəni hidrogen xlorid turşusu var. Həmçinin də selikdən təşkil olunmuşdur. Mədənin daxili qatını əmələ gətirən selikli qişadakı vəzlər həzm fermentləri pepsin, ximozin, lipaza ifraz edir. Deməli, bu pepsin, ximozin, lipaza harda ifraz olundu? Daxili qatını əmələ gətirən selikli qişadakı vəzlər tərəfindən ifraz olundu. Bəs bu fermentlər nələri həzmə uğradır? Pepsin fermenti pepsin zülalları özümüz üçün qeyd eləsək uşaqlar, daha rahat öyrənəcəyik. Pepsin zülalları, lipaza süd yağlarını. Süd yağları deyiriksə, buradan belə bir nəticəyə də gələ bilərik ki, heyvan mənşəli yağlar. Çünki bitki mənşəli yağları nazik bağırsaqda deyəcəyik. Yadımıza gəlirsə, keçən dərsdə yağları həzmə uğradan ferment deyəndə dedik ki, deməli, nazik bağırsaqda orada da ümumi yağlar nəzərdə tutulurdu. Əsasda bitki yağlar bunun içərisində, mədədə ancaq heyvan mənşəli yağların həzmini deyəcəyik. Bu da lipazadır. Bir də ximozin isə süd zülallarını parçalayır. Ximozindən də belə bir ox qoyuruq, yazırıq süd zülalları. Bax, bunları özünüz üçün də uşaqlar dəftərinizdə qeyd edeyim ki, hər dəfə təkrar etdikcə, vərəqlədikcə gözünüzün qabağında olsun və daha rahat öyrənə biləsiniz. Mədə vəzlərinin ifraz etdiyi şirənin tərkibində xlorid turşusu, yəni H-xlor olur. Həzm prosesi 36-37 dərəcə temperaturda gedir. Deməli, mədədə rəqəmlərə diqqət eləsək, dedik ki, mədədə qida 4-8 saat qalır. Mədənin tutumu 1,5 litrə qədər ola bilər. Ondan sonra digər rəqəm mədədə dedik ki, həzm prosesi 36-37 dərəcə Selsi temperaturda gedir. Hidrogen xlorid turşusu, yəni xlorid turşusu turş mühit yaradır. Biz ağızda mühit necə demişdik? Demişdik ki, ağızda mühit zəif qələvidir. Mədədə necə dedik? Mədədə isə dedik ki, hidrogen xlorid turşusu turş mühit yaradır. Deməli, mədədə mühit turşdur, turş mühitdir. Mədə fermentlərini fəallaşdırır. Hansı idi mədə fermentləri? Pepsin, ximozin, lipaza. Bunların deməli fəallaşdırılmasında iştirak edir. Mədənin hərəki fəaliyyətinə, yəni hərəkətinə səbəb olur və xəstəlik törədən mikrobları məhv edir. Necə ki, ağızda lizasim idi xəstəlik törədən, deməli, bakteriyaları məhv edən, əgər mədədə də bunlar varsa, hidrogen xlorid onların məhv etməsində iştirak edir. Bəzi vəzlərin ifraz etdiyi selik isə mədənin divarlarını turşunun təsirindən və qidanın tərkibində olan qıcıqlandırıcı maddələrdən qoruyur. Yəni, mədənin divarında həm həzm fermentləri ifraz edən deməli, hissə vardır, həm hidrogen xlorid ifrazı var, həm də mədənin deməli, bəzi vəzlər vardır ki, bunlar da qıcıqlandırıcı maddələrdən qoruyur, həmçində bu turşunun mədənin divarının qıcıqlandırılmasından qoruyur. Mədə divarındakı əzəllərin yığılıb boşalması sayəsində mədə şirəsi ilə qarışan qida orqanizmin qəbul edə biləcəyi maye kütləyə çevrilir. Yəni, mədədə həzmdə həm deməli, fermentlər iştirak elədi, həm də mədə əzələləri. Necə ki, ağızda dişlər deyirdik ki, mexaniki xırdalayır. Burada da bu deməli vəzlər elə bil ki, mexaniki olaraq qarışdırılmasında iştirak edir. Mədə əzəlləri qidanın mədədən nazik bağırsağa keçməsinə də kömək edir. Yəni, onlar yığılıb boşaldıqca peristaltika demişdik, bu hərəkət sayəsində qida yavaş-yavaş nazik bağırsağa doğru keçir. Gün ərzində 1,5-2 litr mədə şirəsi ifraz oluna bilər. Bu da oldu, uşaqlar, mədədə həzm. Qeyd olaraq nələr götürəcəyik özümüz üçün? Qeyd olaraq götürəcəyik mütləq mədənin tutumunu
orta yaşlı, sağlam bir insanda, yəni yetkin bir insanda mədənin tutumu dedik 1,5 litr. Mədənin divarı dedik ki, həm fermentlər var, selektiv qişada ferment ifraz olunur, həm hidrogen xlorid var, həm də dedik ki, qoruyucu funksiya yerinə yetirə bilir, hansı ki, bu turş mühit demişdik ki, yaranır və mədənin hərəki fəaliyyətinə səbəb olur. Biz demişik ki, bəzi vəzlər də vardır ki, mədədə ifraz etdiyi selik mədənin divarının turşusunun təsirindən və qidanın tərkibində olan qıcıqlandırıcı maddələrdən qoruyur. Gəldik mədədəki fermentlər hansıları idi? Pepsin, ximozin və lipaza dedik. Bunlar nəyə xidmət edirdi? Pepsin zülalları, deməli, ximozin süd zülallarını, lipaza isə süd yağlarını həzmə uğradırdı. Baxın, bunların hamısını özünüz üçün qeyd edin. Mədədə mühit necədir? Mədənin mühiti turşdur. Daha sonra nə qeyd edəcəyik? Mədədə gün ərzində nə qədər şirə ifraz olunur? Yazacağıq. Şirə ifrazı 1,5-2 litr gün ərzində. Bunları qeyd eləyin özünüz üçün uşaqlar. Mədənin divarının da qatlarını mütləq qeyd eləyin. Hansı qatlardan dedik? Dedik ki, xarici birləşdirici, orta əzələ, daxili də selikli qişadan təşkil olunmuşdur. Və harada yerləşdi? Qarın boşluğunun sol tərəfində. Dərsimiz bu qədər. Suallar olsa rəylərə yazarsınız. Sağ olun, gələn dərs görüşərik.